Əvvəla salam əleykum. Azərbaycanlıların yeni münasibətinə təbrik edirəm. Azərbaycanda olanlar, Azərbaycandan kənarda olanların hamısını bayramı təbrik edirəm. Neçə bir illərə çıxsınlar. İnşallah bu il yaxşı olar Allahın köməkliyi ilə. O kimi qaldı ki, o Məsih müəllimə nə deyə bilərik? Məsih müəllimə demək olar ki, Atxodonun birincisi özüdür. Bir də onun ailəsidir. Moskvada ya Moskvadan kənarda olanlar, ondan yaxşı dolanır, onlar kişi kimi pulun qazanır, kişi kimi də yaşayır. Onu kimi rüşvət alıb yemir, o uşaqlarına boğazında rüşvətlə pul yedizdirib, yəni ona görə Atxod deyir. Atxod birincisi onun nəslidir, özüdür, köküdür. Daha bu qədər deyilənlərdən sonra yəqin ki, özünə bir nətər deyirlər, yer qazıb girər yerə. Nə bilim, eyvallah. Əgər Məsih müəllim, əgər siz orada bir nəsə yaratsaydınız, bu Rusiya niyə gəlirdik biz daha? Deyirdi, belə Azərbaycanda işləyərdik. Orada nə var ki, gəlirdik elə bura. Şükür bu günümüzə də kişi kimi yaşayırıq, kişi kimi dolanırıq Məsih müəllim. Sən heç nədən narahat olma, ürəyi də sıxma. Ancaq yaşva baxanda adamın gülməyi gəlir. Heç olmasa yaşva hörmət elə, ailəvə hörmət elə. Əgər oğlun kiminsə yanında, bir-iki nəfər yanında başı yuxarı idisə, o nətər deyirlər, pisin yanında, pisdən də aşağıda onun başı. Yəni ki, boynuva atıb gedirsən də yavaş-yavaş Məsih müəllim. Atxod sənin nəslindir, özünsən. Bu qədər də nə demək olar Məsih müəllim.